Axşamdan yol bağlanıb, bir neçə dəfə təkrar oldu. 4 dəfə buranı düzəldiblər, icra nümayəndəsi, bələdiyyə. Mümkün deyil, bura körpü lazımdır. Başqa yolu yoxdur. Sunuq kəndində dəfələrlə bu hadisələrə baş verir. Bura 4-cü səfərdir bu vəziyyətdir, buna əncam qoyma yox. İcra orqanlarının köməyi ilə düzəldilir, şerbən tökülür, amma yüngül yağışda yenə axır. 4 dəfə bura düzəldilir ki, bu il yenə yağışlar davam edir, yenə yağışlar var. Bizim bu dəqiqə əkin biçimimiz hamısı aşağıdadır. Axşamdan yağan leysan xarakterli yağışlar nəticəsində Cunub kəndini şəhərlə birləşdirən ötürücü su tərəfindən aparılmışdır. Və aidiyyatlı orqanlara məlumat verilib, yaxın saatlarda ötürücünün bərpa olunması gözlənilir.